Xeyirxahlıq əməli elə bir əməldir ki, bu əməlin içərisində insanın öz daxili sevincləri vardır. Biz baxsaq görsək ki, insanlar var ki, yaxşı işlər, əməli salih işlər gördükcə hey elə həzz alır bundan və gördükcə işləri ardıcıl şəkildə icra edir. Müqəddəs Qur'an-ı Kərim və Peyğəmbərimizin əziz Əhl-i Beyti müdrik sözlər deyib xeyirxahlıq haqqında və o sözlər ki, insan həyatında çox önəmlidir. Və Qur'an-ı Kərimin nəzəriyyəsinə baxsaq, Ali İmran surəsi, Əl-Bəqərə surəsi və Ənbiya surəsi və digər ayələrdə demək olar ki, çoxluq ayələrdə Allah Mütəal insanın yaxşılıq eləməyi, yaxşı insanlarla davranmağı və insanlara dəstək olmağı haqqında ayətlər Peyğəmbərimizə nazil edir. Və bu ayələrin hər biri Peyğəmbərimizə nazil olduqda Allahın insanlar üzərində öz sevgisini biruzə elətdirir. Və o sevgi ki, istəyir insanlar bir-birlərinə yaxşılıq etməklə həm dünya həyatlarını və həm də axirət həyatlarını gözəl eləsin. Qur'an-ı Kərimin Ali İmran surəsinə baxsaq, Allah Mütəal buyurur ki, sevdiyiniz o işlər ki var, xeyriyyə işləri, onları ki siz görürsünüz və sizin gördüyünüz gözəl əməllər və xeyriyyə işlər və savab işləri Allah görür və Allah bütün əməllərinizdən xəbərdardır. Lən tənalul birri hətta tunfiquna mimma tuhibbun. Yəni Allah Mütəal hər şeydən xəbərdardır və sizin gördüklərinizi bilir. Və başqa ayədə Allah Mütəal buyurur ki, yaxşı işlərin mükafatını mütləq mən özüm bir gün sizə qaytaracağam və o gördüyünüz işlər heç də səmərəsiz olmayacaq və onların savabı sizə mütləq qayıdacaq. Və Allah Mütəal Zəlzələ surəsində isə kiçik bir surədə böyük bir insanın təfəkkürünə həkk olunan bir sözü nəzərə salır və o ayə də bundan ibarətdir ki, Bismillah-Teala fəmən ya'məlu misqalə zərrətin xeyrən yərə. Yəni zərrə qədər bir yaxşı iş görsəniz, zərrə qədər bir savab iş görsəniz, mütləq o savab sizə qayıdacaq və mən ya'məlu misqalə zərrətin şərrən yərə. Yəni bir zərrə qədər də pis iş görsəniz, o da sizin özünüzündür və sizə qaytarılacaq. Ayənin içərisində incəliklərin ən nöqtəsi budur ki, insanın yaxşı işi, yəni zərrə elə bir qədərdir ki, ondan da o yanası yoxdur. Əgər zərrə qədər insan bir savabın eləsə, görsə, Allah mütləq ona o işin savabını qaytaracaq. Amma təəssüf olsun ki, insanlar var ki, pis əməllərin də sahibləridir ki, Allah Mütəal buyurur ki, o pis əməlin sahibi də mütləq öz elədiyi əmələ görə cəzalanacaq. Və Allahın ədalət prinsipləri budur ki, Allah Mütəal bizi savabı sövq eləyir və savaba isə bir savaba 10 dana böyük mükafatın insanlara qaytarılacağından söz açır. Və Allah Mütəal bu ayələrdə bizə göstəriş verir ki, insan gərək yaxşı əməllərin sahibi olsun və ibadətin özü ən böyük yaxşılıqdır və insanın həm özünə, həm Allaha olan münacatı, Allahını tanıması, yeri, göyü, yaradanın qarşısında baş əyməsi özü böyük bir yaxşılıqdır ki, insan bunu dərk eləyə, insan bunu fikirləşə və Allahla öz münacatını eləyə. Tarixdə var Sultan Mahmud adlı bir şah olub və bu şah çox tanınmış şahlardan biridir. Bunun haqqında çoxlu tarixi rəvayətlər, tarixi dastanlar var və deyir, görür ki, bir günləri bir yaşlı qoca kişi, əldən düşmüş bir kişi ağac əkir. Baxır kişiyə təbəssüm eləyir, deyir, ay kişi, ay ağsaqqal, bu ağacı ki əkirsən, sən bunun bəhrəsini haçan yeyəcəksən? Haçan bu böyüyəcək, bu ağac bəhrə verəcək və onu yeyəcəksən? Ağsaqqal baxır, təbəssüm eləyir. Deyir, mən bunu əkmirəm ki, bunun bəhrəsini yiyim. Çünki məndən qabaqlar insanlar əkdilər, ağaclar onların bəhrəsini yedim. Mən də bu ağacı əkirəm ki, özümdən sonra insanlar yiyib, savab iş görüm və o savaba görə mənə rəhmət oxusunlar. Onun üçün hər bir əməlin bir savabı var. Heç bir əməl insan aləmində və Allahın nəzərində yaddan çıxmır və bu əməllərin hər biri
Allah qarşısında nəzərdədir və o mükafatlar da əməllərə görə veriləcək. O gözəl müdriklərdən, gözəl alimlərdən biri buyurur ki, o insanlar ki, dünyada yaxşılıq etməyi bacara bilmirlərsə, onlar digər insanları da, yəni yaxşılıq eləmək istəyən insanları da bu əməldən çəkindirirlər. Hələ hey çalışırlar ki, o əməldən neynəsinlər? İnsanları uzaqlaşdırsınlar, insanları günaha sövq eləsinlər və şeytan da hər zaman insanlarladır. Hər zaman insanı yoldan azdırır. Həzrət Əli əleyhissalamın gözəl hadisəsi var. O hadisəni hər dəfə mən oxuyanda, hər dəfə danışanda həqiqətən çox eşidilməli bir hadisədir. Xanım Zəhra salamullah əleyha, Həzrət Əli əleyhissalamın o qazancları ki var idi, pulları ki var idi, onları bir-bir təmizləyərdi. Axşam olardı, onları bir-bir təmizləyərdi. Fizzə deyir, bir gün baxdı belə, dedi xanım Zəhranın kənizi, ya Zəhracan, bu pulları niyə təmizləyirsən? Bu pulları ki, Əli əleyhissalam səhər xərcləyəcək, çoxlarını da fəqirlərə verəcək. Deyir, xanım Zəhra salamullah baxdı, dedi, bəli, sən düz deyirsən, düz danışırsan. Amma Həzrəti Əli ibn Əbi Talib, Əli əleyhissalam o pulları ki, səhər fəqirə verdikdə, o pulları ki, kimsəsizlərə verdikdə, birinci görülən işi Allah görür. Allah görür ki, bu işi sən gördün və Allahın huzuruna göndərdiyin işi gərək layiqincə, ləyaqətincə yerinə getirəsən və bu ən böyük yaxşılıqlar içərisində ən böyük savab olar ki, insan gördüyü yaxşılığı dəyərli eləsin. Yoxsa bəzi insanlar var ki, elə ki, bir dilənçiyə yardım elədikdə, bir dilənçiyə kömək elədikdə, o pulu ki, o dilənçiyə təqdim eləyir. Bəzən görürsən onu harda, dükanda, orada, burada almırlar. O pulu verir dilənçiyə, elə eləyir ki, sanki bu işi gördü və o işin savabını da o qədər alarsan. Amma insan yaxşı bir işi dəyərincə görsə və yaxşı işin, yaxşı da savabını alacaq. Bizim Xilə kəndinin tanınmışı, Azərbaycan xalqının tanınmış böyük alimi, həm astronomik, həm elm aləmində öz sözünü deyən, həm gözəl ədəbi janrda öz sözünü deyən Abbasqulu Ağabakıxanovun gözəl bir sözü var. Deyir, yoxsulluqla sevinməyən dünyada, insan o yoxsulluqla sevinməyən dünyada riya. Yəni bir insan yaxşılıq eləyə və yaxşılığın içərisində riya varsa, o riya insanı böyük bir bəlaya aparacaq və həm də riya insanı qoymayacaq yaxşılıq eləməyə. Deyir, yaxşılıqla olunmayan riya, yəni o riyanın içərisindəki insanı günaha sövq eləyir, insanı böyük əzaba giriftar eləyir. Ona görə insan gərək gördüyü işləri sevinç halında eləyə, insan gördüyü işləri duanla, ibadətlə eləyə və Allaha görə eləyə, Allahın nəzərində xoş olsun deyə eləyə ki, nəinki o insanların nəzərində ola. Allah bizim bütün əməllərimizi qəbul eləsin.